Film Federasiya tərəfindən sizlərə dəstək var? Dəstək təbii ki, hiss eləyirik. Yəni olmur desək, yəni ayıb olar. Dəstək istəyirik. Ancaq belə deyim, qeyri-olimpik idman növüdür. Təbii ki, öz-özünə maliyyələşən bir idman növüdür. Yəni olimpik idman növləri kimi dəstək yoxdur. Yəni mən düzünü danışsam, yəni burada inkişaf o qədər də getməyəcək, əgər belə davam eləsə. Çünki qeyri-olimpik növlərinə verilən mükafatlar belə olimpik idman növlərinə verilən mükafatlardan qat-qat aşağıdır. Dediyim kimi, bu idman növü ilə məşğul olan insanlar həqiqətən də böyük ürəyə sahib insanlardır ki, maddiyyatı qoyurlar kənara, öz ürəkləri ilə, öz həvəsləri ilə bu idman növləri ilə məşğul olur. Çünki burada həqiqətən də qazanılan böyük məbləğlər yoxdur. Sadəcə olaraq ad var, san var, uğur var və belə deyim, bu adı da, bu uğuru da elə qazanmaq lazımdır ki, gərək düzgün təbliğat eləyəsən də. Yəni hər şey tamaşaçıya bunu düzgün göstərmək lazımdır.